əsl kök hüceyrə transferi qətiyyən üzü şişirtməz, qətiyyən üzü doldurmaz. Əsl kök hüceyrə transferinin rəngi istifadə olunan fermentdən asılı olaraq ya açıq çəhrayı rəngdədir, ya qırmızı rəngdədir və ya bənövşəyi rəngdə olar. Kök hüceyrə transferi, yəni əsl kök hüceyrə qətiyyən sarı rəngdə olmaz. Kök hüceyrə mayedir, qatı halda deyil. Kök hüceyrədən dolğu kimi istifadə etmək olmaz. Dolğu effekti vermə qabiliyyəti var, amma çox-çox zəifdir. Biz nəyə görə kök hüceyrə transferi etməliyik? Dərimizdə çapıq varsa möhtəşəm şəkildə yüksək faizlə müalicə edər. Dərimizdə pora varsa yüksək faizlə poramızı sıxar. Ləkə, melazma və xloazma varsa möhtəşəm, cəmi bir seansda möhtəşəm nəticə verir. Pasientin üzü olur ağappaq. Gözaltı qaralmamız varsa, burada bir hissəyə toxunum. Əgər gözaltı qaralma anadan gəlmə deyilsə və orada damar patologiyası yoxdursa, yəni damarım var, ona görə kök hüceyrə vurum getsin, belə bir yalançı informasiyalar anlam yoxdur. Yəni sırf gözaltı qaralma əgər melanositlərlə, yəni hiperpigmentasiya ilə bağlıdırsa möhtəşəm nəticə verər və dəri yaşlanmamızı ən əsas odur, ləngidər. Gənclik yaşısıdır, gənclik peyvəndidir.